Kiber təhlükəsizlik nədir? Kiber təhlükəsizlik informasiya texnologiyalarının əsas qoruyucu qatıdır. Məqsəd sistemləri, şəbəkələri və məlumatları icazəsiz girişlərdən, məlumat sıntılarından və kiber hücumlarından qorumaqdır. Bu sahəyə necə başlamaq olar? Başlanğıc üçün şəbəkə əsasları, əməliyyat sistemləri və informasiya təhlükəsizliyi prinsipləri öyrənilməlidir. Daha sonra isə praktiki laboratoriyalar və simulyasiya edilmiş insidentlər üzərində işləməklə biliklər möhkəmləndirilə bilər. Blue Team və SOC nədir? Blue Team informasiya təhlükəsizliyində müdafiə rolunu oynayan komandadır. Təhlükəsizlik əməliyyatları mərkəzi, yəni SOC isə bu komandanın əsas hissəsidir. Onların əsas işi informasiya sistemlərini daim kiber hücumlara qarşı nəzarətdə saxlamaq və yarana biləcək hər hansı bir insident zamanı cavab tədbirləri görməkdir. Bu sahədə iş imkanları nələrdir? Kiber təhlükəsizlik çox geniş və sürətlə inkişaf edən bir sahədir. Lakin yeni başlayanlar üçün ən əlçatan və vacib rollardan biri SOC analitiki roludur. Əgər sən də bu sahə ilə maraqlanırsansa və kiber hücumlara qarşı müdafiə mexanizmləri qurmaq istəyirsənsə, yeni başlayacaq olan SOC analitiki təlimimizə qoşularaq həm bu sahədə biliklərini artıra, həm də qısa zamanda yeni iş imkanları əldə edə bilərsən.